Dəyərli izləyicilərimiz, Star Magazin Plus verişi davam edir. Azərbaycan Ulduzu 7 musiqi yarışmasının finalisti. Artıq 5 həftə ardıcıl olaraq Aydın müəllim həftənin liderliyini qoruyub saxlayır həmin iştirakçımız. Və bu gün də özəl olaraq onu dəvət etmişik ki, çox fərqli bir ifası var. Onu bu günlərin bayram günündə səsləndirsin. Türkan İsmayıllı birbaşa ifası ilə gələcək. Könlümün sevgili məhbubi məniyəm. Vətənimdir, vətənimdir, vətənim. Vətəni sevməyən insan olmaz. Ay aman. Vətəni sevməyən insan olmaz. Olsa da o şəxsdə vicdan olmaz. Ay aman, yar ay aman ey. Sen beni sen benim köksümdə çarpan ürəksən, mən sənin köksündə kiçik bir zərrə. Mənə qanad verəyən, mənə qanad verəyən odlu diləksən. Adına, özünə vətən deyirəm, çönünə, düzünə vətən deyirəm. Ay aman, yar ay aman ey. Aman aman, aman aman, aman aman ya ay aman aman ya, aman aman ya. Möhtəşəm ifa. Təşəkkür edirik Türkan. Mən də təşəkkür edirəm və bugün bütün Azərbaycan xalqının həyatında mühüm dönüş nöqtəsidir. Bugün Qurtuluş günüdür və mən bütün Azərbaycan xalqımı bu münasibətlə təbrik edirəm. Bu qədər. Çox gözəl ifa elədin. Maşallah, həm yaxşı səsi var, həm də siyasi cəhətcə çox yetkin danışdı. Sizə uğurlar arzulayıram. Getmə. Mükafatını təqdim edək Türkan. Mərkəzdə dayan. Uğurların bol olsun. Azərbaycan Ulduzu 7 yarışmasında da sənə uğurlar arzu edirəm. Birazdan duet ortağından ifanda olacaq. Alqışlarla Türkanı yola salırıq. Və Aydın müəllim, bayaqdan səbir